Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif izə nəşriyyatının monitorinqlərə hazırlıq kitabındakı tapşırıqlar sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 178-dəyik. Yekun monitorinq 8-in Azərbaycan dili suallarını həll edəcəyik bu videoda. İlk mətnimizin adı balıqların müxtəlifliyi. Başlayaq oxumağa. İnsanın təsərrüfat fəaliyyəti təbii aləmə getdikcə daha çox təsir edir. Nəticədə bir çox canlıların sayı azalır, onların məhv olma təhlükəsi artır. Bu səbəbdən adları qırmızı kitaba düşən balıq növləri ildən ilə çoxalır. Sümüklü balıqlar növ sayına görə qığırdaqlı balıqlardan daha çoxdur. Sümüklü balıqların əsas dəstələri pəncə üzgəclilər. Müasir dövrdə yaşayan yeganə növü Latimeriya balığıdır. Digər balıqlardan daha yaxşı inkişaf etmiş əzələli cüt üzgəcləri ilə fərqlənir. İlk dəfə 1938-ci ildə Hind okeanının Afrika sahillərində tutulmuşdu. Nərə kimilər. Bunlarda xorda bütün ömrü boyu saxlanılır. Azərbaycan sularında rast gəlinən növləri bölgə, nərə, uzunburun və qaya balıqlar dənizdə yaşasa da şirin suda kürütükür. Belə balıqlar keçici balıqlar adlanır. Son illərdə Xəzər dənizində bu balıqların sayı kəskin surətdə azalmışdı. Qızıl balıq kimilər dəstəsi yırtıcı balıqlardır. Bunlar keçici balıqlar olub, gürüsünü çayların mənsəbində, yəni qurtaracağında qum və çınqılların arasına tökür. Xəzərdə daha çox rast gəlinən Xəzər qızıl balığıdır. Azərbaycanın dağ çaylarında yaşayan qızılxallı, forel balıq yalnız şirin sularda yaşayır. Siyənək kimilər dəstəsi dənizlərdə yaşayır və sürü ilə üzür. Bunlarda yan xətt orqanı nəzərə çarpmır. Əksəriyyəti su qatlarında olan kiçik orqanizmlərlə qidalanır. Qida axtarmaq və kürü tökmək üçün uzaq məsafələr qət edir. Xəzərdə ən irsi qarabel siyənəkdir. Bəzi nümayəndələri, məsələn, kilkələr kiçik olsa da vətəgə əhəmiyyətlidir. Çəki kimilər. Azərbaycanda çəki kimilər dəstəsinin nümayəndələri çox sayılıdır. Qidasını odlaqda, odlaq dişləri deyilən xüsusi törəmələrdə xırdalayır. Çəki kimlərin qılınc balıq, şamayı və bəzi digər növlərinin adları qırmızı kitaba düşmüşdü. Balıq ehtiyatlarının qorunması. İnsan plansız ovlama ilə su mühitini müxtəlif kimyəvi maddələrlə çirkləndirməklə balıq ehtiyatlarını azaldır. Balıq ehtiyatlarının saxlanılması və heyvanlar aləminin qorunması üçün ölkəmizdə müxtəlif qanunlar qəbul edilmişdir. Balıq ehtiyatlarının azalmasının qarşısını almaq üçün onların süni sürətdə artırılması və yeni növ balıqların su hövzələrinə iqlimləşdirilməsi işləri həyata keçirilir. Hazırda bu balıqlar çoxsaylı olub vətəgə əhəmiyyəti daşıyır. Balıq ehtiyatlarının artırılması üçün hazırda karp, qalın alın, ağ amur, forel, nərə balıqları süni sürətdə artırılır. Neftçalanın xıllı balıqçılıq təsərrüfatında nərə balıqları yetişdirilir. Bəli, mətnimizi oxuduq. İndi sualları cavablandıraq. İnsanın hansı fəaliyyəti təbii aləmə daha çox təsir edir? Tədris fəaliyyəti, təsərrüfat fəaliyyəti, idman fəaliyyəti, incəsənət fəaliyyəti. Düzgün cavab təsərrüfat fəaliyyəti. Mətnin giriş hissəsində var idi. Elə birinci cümlədə insanın təsərrüfat fəaliyyəti təbii aləmə getdikcə daha çox təsir edir. 2-yə baxırıq. Hansı balıqların sayı kəskin surətdə azalmışdır? Siyənəklər, çəkilər, nərə kimilər, qızıl balıqlar. Düzgün cavab nərə kimilər. Bunu da mətndə baxaq. Həmin hissəni burada deyir ki, baxın, nərə kimlər haqqında burada yazılıb və deyir ki, son illərdə Xəzər dənizində bu balıqların sayı kəskin surətdə azalmışdır. 3-ə baxırıq. Pəncə üzgəclilər dəstəsinin müasir dövrdə yaşayan yeganə növü hansıdır? Qaya balığı, latimeriya, siyənək, forel. Mətndə oxuduq latimeriya. Yenidən mətndə də axtaraq. Deməli, burada danışır o haqda pəncə üzgəclilər və deyir ki, müasir dövrdə yaşayan yeganə növü latimeriya balığıdır. Latimeriya balığı ilk dəfə harada tutulmuşdu? Xəzər dənizi, Hind okeanı, Qara dəniz, Aralıq dənizi. Yenidən həmin hissəyə baxaq. Deməli, ilk dəfə 1938-ci ildə Hind okeanının Afrika sahillərində tutulmuşdu. Hind okeanını seçirik. B variantı. 5-ə baxaq. Azərbaycanda hansı balıq növü dağ çaylarında yaşayır? Siyənək, nərə, forel, qılınc balıq. Düzgün cavab forel. Mətndə də axtaraq həmin hissəni. Baxın, burada da Azərbaycanın dağ çaylarında yaşayan qızılxallı, forel balıq yalnız şirin sularda yaşayır. Siyənək kimlər hansı xüsusiyyətlərinə görə fərqlənir? Qida axtarmaq üçün uzaq məsafələr qət edirlər. Çox iri ölçüləri var. Şirin sularda yaşayırlar. Tək halda üzürlər. Düzgün cavab qida axtarmaq üçün uzaq məsafələr qət edirlər. Gəlin, siyənək kimlər bölməsinə baxaq. Baxın, burada həmin hissə buradadır və deyir ki,
qida axtarmaq və kürü tökmək üçün uzaq məsafələr qət edir. Xəzər dənizində ən iri siyənək hansı növdür? Qarabel, kilkə, nərə, şamayı. Düzgün cavab qarabel. Siyənək haqqında olan hissəyə baxaq yenidən. Elə burada yazılıb ki, Xəzərdə ən irisi qarabel siyənəkdir. Balıq ehtiyatlarının qorunması üçün hansı tədbirlər həyata keçirilir? Plansız ovlama, kimyəvi maddələrdən istifadə, bunlar əksinə qorumur, onların məhvinə səbəb olur. Süni balıq artırılması və su hövzələrinə yeni növ balıqların buraxılması isə təbii ki, yəni bu mətni oxumasaq da görürük ki, bu daha uyğundur. Su hövzələrinin daraldılması bunun qorunmasına xidmət edə bilməz. Əksinə ziyan olar. Yəni su hövzələri daha çox olmalıdır ki, daha çox da balıq olsun. Yəni D variantı da uyğun deyil. Hansı balıqların adları qırmızı kitaba düşmüşdür? Forel və siyənək, nərə və qızılxallı balıq, qılınc balıq və şamayı, qaya və forel. Qızıl balıq və şamayı olmalı idi. Gəlin mətndə də baxaq qırmızı kitab haqqında orada harda yazılmışdım. Baxın burada. Çəki kimlərin qılınc balıq, şamayı və bəzi digər növlərinin adları qırmızı kitaba düşmüşdü. Deməli, elə B variantıdır. Keçdik 181-ə, 10-cu sualda deyir. 1938-ci ildə Hind okeanında tutulan latimeriya balığı hansı xüsusiyyəti ilə fərqlənir? Ən iri balıq növü olması, əzələli cüt üzgəclərə malik olması, şirin suda yaşaması, keçici balıq olması. Düzgün cavab əzələli cüt üzgəclərə malik olması. Mətndə həmin hissənin bir hissəsini oxuduq. Burada deyirdi ki, ilk dəfə Hind okeanında rast gəlib və ondan əvvəl deyir ki, digər balıqlardan daha yaxşı inkişaf etmiş əzələli cüt üzgəcləri ilə fərqlənir. Sonra davam edirik. Keçici balıqların əsas xüsusiyyəti nədir? Hər zaman dənizdə yaşaması, dənizdən şirin suya kürü tökmək üçün keçməsi, süni şəkildə artırılması, yalnız sürü ilə hərəkət etməsi. Düzgün cavab B variantıdır. Yəni keçici balıqdırsa və məntiqlə də düşünərik ki, dənizdən şirin suya keçirsə, ona görə keçici balıq deyilir bunlara. Digər variantlar uyğun deyil. 12-yə baxırıq. Mətndə hansı suala cavab tapmaq olar? Balıqlar niyə köç edirlər və nə qədər uzağa gedirlər? Niyə köç etmələri var? Kürü tökmək üçün falan. Amma nə qədər uzağa gedirlər, bu yox idi. Ona görə bunu seçə bilmərik. Balıqlar iqlim dəyişikliyinə necə uyğunlaşırlar? Bu da yox idi mətndə. Nərə kimləri başqa ölkələrdə necə qoruyurlar? Başqa ölkələr haqqında heç nə yazılmamışdı. Forel balığı hansı su hövzəsində daha çox rast gəlinir? Bunun cavabı var. Harda yazılmışdı? Gəlin yenidən baxaq həmin hissəyə. Biz bayaq da həmin hissəni oxumuşduq. Yenidən oxuyaq ki, Azərbaycanın dağ çaylarında yaşayan qızılxallı forel balıq yalnız şirin sularda yaşayır. Ondan əvvəl də kürlərini hara tökür? Bu haqda da yazılıb bu hissədə. Ona görə seçirik D-ni. 13-ə baxırıq. Mətn məzmununa əsasən doğru hesab etmək olmaz. Nərə kimlər Azərbaycan sularında yaşayır? Bəli. Xəzər dənizində qaya balıqlarının sayı artmaqdadır. Xeyr, burada heç bir balığın artmağı mövzusunda heç nə yox idi. Əksinə azalma söhbəti yazılmışdı. Ona görə elə B səhvdir. Balıq ehtiyatlarının azalması insan fəaliyyətləri ilə əlaqəlidir. Bəli, elə mətnin ilk cümləsi bu haqda idi. Siyənək kimlər dənizlərdə yaşayır və kiçik orqanizmlərlə qidalanırlar? Bəli, bu da düzdür. 14-ə baxaq. Aşağıda hansı sözün izahı verilib? Su heyvanlarının suyun içində hərəkət etməsinə kömək edən orqan, odlaq, üzgəc, kürü, törəmə. Düzgün cavab üzgəc. Bunu məktəb dərsliyində də keçmişdiniz bu sözün izahı. Məncə artıq bilirsiniz ki, bu üzgəcdir. Hansı balıq yalnız şirin sularda yaşayır? Latimeriya, qızılxallı, nərə, uzunburun. Düzgün cavab qızılxallı. Yəni bu hissəni bayaq da 2 dəfə oxuduq hətta. Yəni qızılxallı forel deməkdir. O da yalnız şirin sularda yaşayır yazılmışdı bu haqda. Keçdik 182-yə. Bədii mətnimiz Murad və Əlinin hekayəsi. Uzun zaman əvvəl böyük bir kənddə Murad və Əli adında 2 gənc yaşayıb. Bu gənclər həm çox yaxşı dost olublar, həm də böyük xəyalları varmış. Onlar yoxsulluqdan qurtulub kəndin zənginləri arasına qatılmağı arzulayırmışlar.
Bir gün gözlədikləri fürsət ortaya çıxıb. Kənddən bir az uzaqda olan bir çaydan kənddəki su anbarına su daşımaq üçün 2 nəfər işə götürmək qərarına gəliblər. Bu işi Murad və Əliyə veriblər. Hər iki gənc 2 vedrə götürüb çaya yollanıb. İlk günün sonuna yaxın su anbarı dolub. Kəndin yaşlıları o gün onlara daşıdıqları hər vedrə üçün 1 manat pul verib. Əli, xəyallarımız gerçək oldu deyə qışqırıb. Belə bir fürsət qarşımıza çıxdığı üçün çox şanslıyıq. Amma Murad bu işin yaxşı olduğuna əmin deyilmiş. Onun belində ağrılar varmış. Əlləri də ağrı vedrələri daşımaqdan su toplayıb. Ertəsi gün işə getmək ona çox çətin gəlir. O suyu çaydan kəndə gətirməyin daha yaxşı bir yolunu tapacağına söz verir. Ertəsi gün vedrələrini götürüb çaya gedərkən Murad deyir: "Əli, mənim bir planım var. Gündə bir neçə manat üçün bu vedrələri daşımaq yerinə çaydan kəndə bir boru xətti çəkək." Muradın bu təklifini eşidən Əli təəccüblə: "Boru xəttimi? Bu da hardan çıxdı?" deyə qışqırıb. "Bizim əla işimiz var Murad. Bir gündə 100 vedrə daşıya bilərəm. Hər vedrə 1 manat edir. Günün sonunda 100 manat qazanaram. 6 aya bir inək ala bilərəm. Bir neçə ildən sonra öz tarlamı da alaram. Boru xəttini al, götür və get" deyib. Amma Murad təslim olmayıb. O dostuna səbirli bir şəkildə boru xətti planını izah edib. Gündə bir neçə saat vedrə daşıyacağını, qalan vaxtını isə boru xətti inşa etməyə sərf edəcəyini deyib. Torpaq qazma işinin nə qədər ağır olduğunu bilirmiş. Əvvəlcə qazancının azalacağını da anlayırmış. Amma Murad xəyalına inanıb və işə başlayıb. Kəndlilər onun bu təşəbbüsünə gülməyə başlayıb. Əli isə axşamları və bazar günləri kənd kafesində dincələrkən Murad boru xətti üçün çuxur qazmağa davam edib. O öz-özünə sabahın xəyallarına bugünün qurbanları ilə çatılacağını xatırladıb və işin çətinliyinə sinə gərib. Aylar keçib, bir gün Murad boru xəttinin yarısının tamamlandığını görüb. Bu vedrəsini doldurmaq üçün getdiyi məsafənin də yarıya düşməsi demək idi. Artıq qazandığı əlavə vaxtı boru xəttinin inşasına sərf etməyə başlayıb. Xətt indi daha sürətlə irəliləyir və bitmə tarixi yaxınlaşırmış. Murad dincəldiyi vaxtlarda Əliyə vedrə daşıyarkən baxırmış. Onun çiyinlərinin necə çökmüş olduğunu, yavaş-yavaş qamburlandığını və hər gün getdiyi yolu daha ləng addımladığını görüb dostuna üzülürdü. Əli isə vedrə daşımağa məhkum olduğu üçün əsəbi və gərgin biri olmuşdu. Nəhayət Murad üçün böyük gün gəlib çatdı. Boru xəttinin inşası tamamlanıb. Su borudan kəndin su anbarına axmağa başlayanda kəndlilər toplanıb seyr ediblər. Artıq kəndin fasiləsiz, təravətli suyu olduğuna görə ətraf kəndlərdən insanlar ora köçüblər və kənd böyüyüb, zənginləşib. Bəs siz kim olmaq istəyirsiniz? Bir ömür boyu vedrə daşıyanlardan mı olacaqsınız, yoxsa vedrə daşıyanlarla dolu bir dünyada boru xətti xəyalı quranlardan mı? Bəli. Maraqlı bir mətn idi. İndi isə sualları cavablandıraq. Murad və Əlinin əsas arzusu nə idi? Kəndin zənginləri arasına qatılmaq, kənddən qaçmaq, dünyanı gəzmək, bütün kəndi qurtarmaq. Düzgün cavab kəndin zənginləri arasına qoşulmaq. Burada yazılıb ki, onlar yoxsulluqdan qurtulub kəndin zənginləri arasına qatılmağı arzuluyurmuşlar. Kəndin yaşlıları gənclərə hər vedrə üçün nə qədər pul verirdilər? 1 manat, B variantı. Mətndə də baxaq. Deməli, burada yazılıb. Kəndin yaşlıları o gün onlara daşıdıqları hər vedrə üçün 1 manat pul verib. Keçdik 18-ə. Murad su daşımaq işindən niyə narazı idi? İş ağır idi, pul az idi, zaman az idi. Kəndlilər ona gülürdülər. Düzgün cavab iş ağır idi. Beli ağrıyırdı, əlləri su toplamışdı, yazılmışdı mətndə. Muradın təklif etdiyi fikir nə idi? Su anbarı tikmək, boru xətti çəkmək, böyük vedrə ilə daşımaq, kənddən uzaqlaşmaq, düzgün cavab boru xətti çəkmək. Sonra keçək 20-yə. Əli Muradın boru xətti təklifinə necə reaksiya verdi? Razı oldu, təəccübləndi, gülərək rədd etdi, sevindi, razı olmadı, sevinmədi, təəccübləndi. Gülərək rədd etdi də yox idi. Baxın, deyir ki, boru xəttimi? Bu hardan çıxdı? Yəni, deməli, təəccüblənir və qəbul etmir. 21-ə baxırıq. Mətnə əsasən uyğunluğu müəyyən edin. Doğru sütununda doğru fikir olmalıdır. Baxaq görək. Murad və Əli kəndin zənginləri arasında olmaq istəyirdilər. Bəli, bunu biz bir daha təkrarladıq. Bu doğrudur. Murad boru xətti çəkmək əvəzinə yalnız vedrə daşımağı seçdi. Xeyr, Əli seçdi. Murad isə əksinə boru xətti çəkdi. İndi yanlış sütuna baxırıq. Əli boru xətti çəkməyi yaxşı bir fikir hesab edirdi. Xeyr, bu yanlışdır. Yaxşı bir fikir hesab etmirdi. Vedrə daşımağı yaxşı hesab edirdi. Ona görə bunu seçirik.
Aylar keçdikdən sonra Murad boru xəttinin inşasını tamamladı. Bəli, bu düzgündür. Bunu götürmürük. Çünki bizə yanlış lazımdır burada. 1 və 2-ni götürürük. D variantı. 22-yə baxaq. Murad boru xəttini inşa edərkən nə düşünürdü? Bütün kəndi qurtarmağı, xəyallarına inanmağı, pul qazanmağı, əli ilə dostluq etməyi, düzgün cavab xəyallarına inanırdı o. Ona görə də bu xətti inşa edirdi. Kəndlilər Muradın təşəbbüsünə əvvəlcə necə reaksiya verdilər? Dəstək oldular, gülməyə başladılar, narazı oldular, maraq göstərdilər. Gülürdülər yazılmışdı mətndə. Həmin hissəni tapaq. Deməli, harda yazılmışdı? Buradadır. Kəndlilər onun bu təşəbbüsünə gülməyə başlayıb. Sonra deməli B variantını seçirik 23-də, keçirik 24-də. Murad boru xəttini inşa edərkən kəndlilərin dəstəyi ilə irəliləyir. Xeyr, indicə dedik ki, onlar gülürdülər ona. Tək çalışaraq çətinliklərlə mübarizə aparır. Bəli, tək çalışırdı. B variantı. Gündə bir neçə saat istirahət edirdi. Xeyr, əli ilə birgə işə başlayır. Xeyr, tək başlayır dedik ki. 25-ə baxaq. Muradın çətinliklərə sinə gəlməsi nəyə göstərir? Onun hədəflərinə bağlılığını. Bəli, elə budur. Hədəfinə bağlı olduğu üçün çətinliklərə də sinə gəlirdi. Həmişə tək işləməsini, kəndlilərin gözündə yaxşı görünməsini, dostluğu ön planda tutmasını bunlar uyğun deyil. Hekayənin əsas fikrinə uyğun olan bəndi seçin. Uğur üçün qısa yolda irəliləmək lazımdır. Yox, qısa yolda yox. Çətin də olsa o yolu getmək lazımdır uğur üçün. Bu düzgün deyil. İnanmaq və çalışmaq lazımdır. Vacibdir. Bəli, bu düzgün cavab elə budur. Pul qazanmaq daha önəmlidir. Xeyr, insanların pulu artdıqca dostu çoxalır. Xeyr, bu hekayənin fikrinə uyğun deyil. Əli iş bitdikdən sonra nə dedi? Bu iş çətindir, xəyallarımız gerçək oldu. Biz buradan gedək. Bu iş mənə uyğun deyil. Düzgün cavab xəyallarımız gerçək oldu. Baxaq həmin hissəyə. İşi bitirdikdən, yəni onlar vedrə daşıyırdılar. Söhbət ondan gedir. Burada deyir, Əli, xəyallarımız gerçək oldu deyə qışqırıb. Sonra Murad niyə işə getməkdə çətinlik çəkirdi? Yorğun olduğu üçün, ağrılardan əziyyət çəkdiyi üçün, suyun uzaq olduğunu düşündüyü üçün, Əli ilə razılaşmadığı üçün, düzgün cavab ağrılardan əziyyət çəkdiyi üçün. Bayaq dedim, həmin hissəni bir də mətndə də tapaq həmin hissəni. Deməli, Murad bu işin yaxşı olduğuna əmin deyilmiş. Onun belində ağrılar varmış. Əlləri ağır vedrələrlə aşmaqdan su toplayıb. Sonra 29-a baxırıq. Cümlədə altına xətt çəkilmiş sözün izahını seçin. Kəndlilər onun bu təşəbbüsünə gülməyə başlayıb. Bir işi birinci olaraq başlamaq, xeyr. Heyrətə salmaq, təəccüblənmək, xeyr. Bir qərara, elə yox, A variantı düzgündür. Bu işi birinci olaraq başlamaq. Bir işi birinci olaraq başlamaq, təşəbbüsdür. Bir qərara gəlməmək uyğun deyil, kədərlənmək, heyfslənmək, bunlar uyğun deyil. 30-a baxırıq. Muradın yeni planı nə idi? Daha çox vedrə daşımaq, boru xətti çəkmək, tarlada işləmək, heyvandarlıqla məşğul olmaq. Artıq bunu yaxşı bildik ki, onun planı boru xətti çəkmək idi və bunu da məqsədinə çatdı. Bəli, 30 sualın sonuna gəldik, çatdıq. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.